Alo. Siz haradasınız Cəməl? Mən gəldim. Məktəb aradığım var, Al Market var. Gördüm sizi, gördüm sizi. Maşın zalanda qayı saxladı və sizdən göstərsən buraxılır. İctimai nəzarət. 60-70 manat. Düzdür. İnternetdə qarşımıza belə bir sayt çıxdı. Nəzarət.info. Yəni Siqnal İctimai Nəzarət Təşkilatının onlayn informasiya agentliyi. Maraqlı gəldi. Biz də jurnalist kimi bir kiçik araşdırma elədik və məlum oldu ki, saytlarında öz əməkdaşlarının hətta xidməti vəsiqələrini belə yerləşdirən məhz bu sayt media reyestrində qeydiyyatdan keçməyib. Daha sonra maraqlandığımız üçün biraz da genişləndirdik araşdırmanı və məlum oldu ki, heç QHT kimi də rəsmi qeydiyyatı yoxdur bu təşkilatın. Bəs bu vəsiqələr, bu əməkdaşlar nə işə yarayır, nə edirlər? Bax, bunu kiçik bir jurnalist araşdırması ilə ortalığa çıxaracağıq. Görək, nə baş verir, bu adamlar nə işlə məşğul. Alo. Bəli. Salam, Sevinç xanım, nətərsiz? Sağ olun, yaxşı olasınız. Tanımadınız, yığmışdım sizi. 2 dəfə yığmışam sizi. Nətərsiz, nə var, nə yox? Çox sağ olun, yaxşı olasınız. Kim idi danışan? Yadınızda mən sizə zəng elədim, dedim ki, bəs mən də istəyirəm sizə qoşulum. Dediniz rayonda. Nətərdir vəziyyətiniz? Mən dediyim kimi də mən vəsiqə nə vaxt hazır olacaq deyəsiz, gəlib götürəcəm. Amma gedim ödənişimi eləyim, şəxsiyyət vəsiqəmi sizə göndərim. Bilim ki, yəni bir insanla üzbəyüzəm də, bilim ki, bu adam mənə şəxsiyyəti də vəsiqəni də onun sonu atacaq. 2 dəfə əziyyət çəkilməsin. Sən mənə atarsan, işləri mən görürəm, təslim o edir. Yaxşı, problem yoxdur. Siz prosto deyin ona, bilsin, nömrəsini də atın, zəng edeyim. Mən nömrəni atacam, danışarsan get, vaxt əlini istəyirsən, gedə bilirsən, saat 4-ə qədər oradadır. İndi 11-ə qalıb. Hə, gedim də, baş üstə. Sən mənə vəsiqəni at bir dəqiqə, danışıb sənə geri dönüş edirəm. Yaxşı. Oldu. Alo. Salam, hər vaxtınız xeyir. Nətərsiz? Mənə Sevinç xanım verdi sizin nömrəni, dedi yəqin sizə. Bəli, buyurun. Ziyəməlim, hardasınız? Mənə Sevinç xanım dedi ki, mən sizə zəng vurum, yer deyəcəksiniz, gəlim ora, ödənişi verim, vəsiqəni də göndərdim. WhatsApp deyəm mən. 20-ci sahə 160 sayılı məktəbin qarşısında. 20-ci sahə 160 sayılı məktəbin qarşısında. Onda ora gəlim, deyirəm. 161. Alo. Siz haradasınız Cəməl? Mən gəldim. Məktəb aradığım var, Al Market var. Gördüm sizi, gördüm sizi. Gəldim. Salam əleykum. Nə var, nə yox? Nətərsiz? Sağ ol, yaxşı. Mənim ödənişim nədir? Mən çünki telefonu bir dənə verirəm. Sizə nə qədər ki? Mənə Sevinç xanım demişdi, 55 manat səhv eləmirəmsə demişdi, bir də 10 manat nəsə başqa bir şey. 55 manat vəsiqəyə görə 10 manat üzvlük haqqı nəsə belə bir şey. 65 manat. Bəli. 5 manatda sənin özünə çox verəcək. Bir dənə ruska verəcəm. Sinar 2026 İctimai Nəzarət Təşkilatının özünə çox verir, həm də qələmdir, ruskası. İctimai Nəzarətdə Cənab Prezident tarixdən tarixli təşkilatı var. Yandan gələn təşkilat var. Bu təşkilat Cənab Prezidentin çağırışıyla Siyasətlə beraber Siz bir dənə gelin, sim üstünə. birlə. 60-70 manat. Düzdür? Sən
hara sədr getmək istəyirsən? Nə bilim. Mən dedim də Sevinç xanım, Müşfiqabad qəsəbəsi. Qəsəbəyə. Müşfiqabad hara baxır? Qaradağ. Qaradağa. Mən gəldən səni piyamo verim Qaradağa sədr. Yoxdur. Sənəd məsələsinə gələk. Sənədimiz bizim nədir? Bizdə olan sənədlər heç bir təşkilatda yoxdur. Yəni bu nədir? Biz alyansın üzvüyük. Yəni Türkiyədə var, Fransada var, Rusiya Federasiyasında var. Hətta Fransada səfirliyə çağırırlar. Hakimləri, nümayəndələri. Ləyəsin otağına gedirsən, bir tepesi olur da, otağına gedirsən, çağırdı sən və şirini qoyur ki, gələ bu 100 manatı narahat olma, hər şey qaydasında olacaq. Başa düşürsən? Yəni, pulun üstünə getmə, pul sənin üstünə gəlir. Başa düşdüm. Mikrofonu dəyiş, gəldim. Salam əleyküm bir də. Mən indi yaxınlaşmışdım sizə. Deməli, biz Barometr TV-dən gəlmişik. Bizə bu mənim iş vəsiqəm. Buyurun, baxın. İctimai Nəzarət Təşkilatı vətəndaşlardan pul alır, üzvlük haqqı biraz əvvəl məndən aldığınız kimi. Və bu şirkət qanunsuzdur. Qanunsuzdur mu? Qanunsuz deyil. Cənab Prezidentin çağrısına yaradılmış bir təşkilatdır. Signal 2026 İctimai Nəzarət Təşkilatı yanvar ayının 1-dən fəaliyyətdədir. Hal-hazırda fəaliyyət göstəririk. Özünüzü təqdim edin, zəhmət olsun. Məmmədov Ziyafət Mirzəvoğlu. Siz nə kimi çalışırsınız bu şirkət? Nəzarətin sədriyəm. Sədrisiz. Bəli. Rəsmi təşkilat kimi qeydiyyatdan keçmisiniz? Bəli. Sənədlər var. Xarici İşlər Sevinç xanımdadır, təsisçidə. Göndərə bilərsiniz bizə? Bir dəqiqə. Firdovsi Ələkbərovun rəhbərlik elədiyi Alyans info saytıdır da. 5 xarici dildə bizim saytımız da var. Xarici ölkələrdə təmsil olunur. Xarici İşlər Nazirliyində biz Alyansın üzvü olduğumuza görə Xarici İşlər Nazirliyində nəzarətindən keçmişik biz. Xarici İşlər Nazirliyinin qeydiyyatından keçmisiniz? Azərbaycan Xarici İşlər Nazirliyinin qeydiyyatından keçib bu təşkilat. Bəli. Hal-hazırda bir dəqiqə Sevinç xanımla mən əlaqə yaradım. Onları göstərərsiniz vəsiqəni. Bəli, buyur bax. Gəl. Verin həmin 70 manatı. Baxın, bəli, mən bu 70 manatdır. 2 dənə 10 manat və bir 50 manat. Bu 50 manat da nömrəli puldur. Yəni ki, bu çəkilibdir bunun hansı pul olduğu. Belə, digər məsələləri isə hüquq mühafizə orqanları araşdıracaq və qanuni şəkildə nə lazımdırsa tədbir görüləcək, əgər hər hansı bir qanunsuzluq varsa. Bəli, kadrdan da gördünüz. Özünü təşkilatın sədri kimi təqdim edən bu şəxs bildirir ki, Firdovsi Ələkbərovun alyansının deməli, bunlar üzvüdürlər. Salam, hər vaxtınız xeyir. Hər vaxtınız xeyir. Firdovsi müəllim, deməli, sizin narahat edirəm. Deməli, bizə Siqnal İctimai Nəzarət Təşkilatının... Mən həkimdəyəm, mən dedim həkimdəyəm, çıxanda yığaramadınız. Mən çox qısa sadəcə soruşmaq istəyirəm. Bu Siqnal İctimai Nəzarət Təşkilatı sizin alyansa daxildir. Mən qan verirəm. Mən nə deyim indi bu dəqiqə burada analizdəyəm. Sizdən nə söhbət edim, ha? Yox, sadəcə bilmək istəyirəm ki, sizin alyansa daxildir yoxsa yox. Açıram, hörmətsiz olmamaq üçün telefon açıram. Siz isə mənlə müzakirəyə keçirsiniz. Siz mətbuat fikriniz, biraz etika olmalıdır. Yox, bizim etikamız var Firdovsi müəllim. Mən sadəcə... Bəli, gördüyünüz kimi Firdovsi Ələkbərov, bu bizim Firdovsi müəllimə 3-cü zəngimizdir və o hər dəfə bildirir ki, mən həkimdəyəm, mən başqa yerdəyəm, mən danışa bilmirəm və bu formada bizim sualımızdan yayınır, cavab vermir. Firdovsi Ələkbərovun kim olduğunu bilmək üçünsə sadəcə Google axtarış sistemində onun ad soyadını yazmaq kifayət edir. Onun haqqında məlumatlar çıxır. Siz niyə gəlirsiniz bizim arxamızca? Mən sən arxadan gələcəyin gəndə sən məni çəkmədin, mən də səni çəkirəm də. Çəkin, amma mənim arxamca niyə gəlirsiniz ki? Maşın nömrəsini götürdüm. Buyurun, çəkin maşının nömrəsini. Bütün şirkətin maşınıdır. Olsun da. Çəkdiniz? Şirkəti mən birinci dəfə tanıyıram. Lap yaxşı, çəkin maşını. Əssalam. Tamam. Sağ olun.